6-cı günüm necə keçir, vlog çəkirəm. Deməli özümə su aldım, çıxdım gəzim. Və bundan aldım. Şirniyyat almaq istəyəndə və diyetdə olarkən bundan alıram, yeyirəm və çox ləzzətlidir, tövsiyə edirəm. 28-dəyəm. Hava çox qəşəngdir, gəldim Crescent Mall-a gəzə-gəzə. Süperdir də hava. Mall-u gəzirəm. Hələ ki heç nə tapmamışam. Mağazalara getməyəcəm boş-boşuna. Biraz gəzdim, dolaşdım, baxdım ki, maraqlı hansısa bir şirniyyat yeyə bilərəmmi və belə bir birinci mərtəbədə restorana gəldim. Viral olmuş belə bir şirniyyatın aldım, dadına baxmaq istədim, amma inanırsınız ki, heç bəyənmədim. Məncə almağa dəyməz. Qiyməti də 13 manat idi. Servis haqqına görə 14 manat 4 qəpik ödədim.